Ay kişi özünü öldürmeye. Ay kişi, ay kardeşler. Hoş gelip sabah gətirmişsiniz. Sağ ol. Bundan güzel təbiət möcüzəsi görməmişəm. Ehtiyat olacaq. Buradan 3 rayon görsən. İt burnu. İsmail bundan yığırdı. Aşıbqaları çiynimizdə daşımışıq. Bura bütün yazıb töküblər. 3-cü dərəcəli vətənə xidmətə görə ordeni. Bir də vətən müharibəsi işlədir. Siz ora çatana mən gələcəm. Üzə-üzə gəlirəm. Ömür keçdi, gələnmədim, gec oldu. Gecə buradasınız da inşallah. Şinən ki piş. Belgesel çəkirəm. Piş. Nə var? Dostluqlarına bax bunlar. Piş. Vay, nə qarsan ha? Bu. Çəkir. Bunlarla Qaranohur gölünə qədər qalxmaq olur. Talışsan kəndindən Qaranohur gölünə bax, buradır Nohur gölü. 6 kilometr bu tutur. 4,5 kilometr gedəcək. 1530 metr hündürlüyə. 7.7. Bu da göldür. Bax, buradan baxacaq biz yuxarıdan. Əclə düşəsən bana. Düşəcəm də. Düşəcəm bura. Vallahi. Döşək almışam, döşəyin üstündə üzəcəm burada. Çox dərin. Döşək almışam, döşəyin üstündə üzəcəm. Hə? Çox dərin, gözümə girdi. 10-15 metr dərinliyi var, nədir ki? Boğazdan. Çıxdı Qaranohur gölünün, deməli bura Talışstan kəndidir. Talışstandır ya Talışstandır, belə bir kənddir. Bu kənddən deməli burada şlaqman var. Burada 2 manat ödəniş eləyirsən, Şahdağ Milli Parkına giriş qazanırsan və beləcə bu yolla da düz gedirsən Şahdağ Milli Parkın içərisindən Qaranohur gölünə. Vəhşi heyvanlar çoxdur burada. Ay, hücum eləyə bilər. Yox, insan turizm marşrut xəttində insanların iyi qoxusu, nə bilim insan əlaməti olan yerdən vəhşi heyvanlar uzaq qaçır həmişə. Ümumiyyətlə ay gəldi qabağımıza. İlk nə eləməliyik? Heç nə gələ bilməz. Yox, birdən gəldi də qabağıma ay çıxdı. çıxdı. Qabaqçıdan da sən ayını görsən, bir səs qaldır, bir Qışqır bağır hə? bir səs-küy elədin, o qaçıb gedəcək. Qaçıb gedəcək. Çox qorxaq heyvandır, insandan onu... Burası şüvənli eləmək lazım. Hə? Harda döyüşmüsən? Tur yoldaşımdır. Füzuli, Xocavənd, Şuşada. Harda yaralanmısan? Şuşanın girəcəyində, Şuşa kənddə. Axır vaxtlarda, hə? Axır vaxtlarda. 8 noyabrda. 8 noyabrda yaralandın. Hardan necə yaralandın? Ayağımdan bir də Qəlpə yarası aldın, hə? qəlpə deyəndə sınıqdır da. Sınıqdır, hə? Milzad qoydular, bir Mil təzüzətlər. var. Mildə, bir də varımız. Murad Nəbiyev bu da qardaşım. Maşallah bir xeyla 3 Füzulinin azad olunması, Cəbrayılın, Şuşanın azad olunması. Xocavəndin döyüşdə Döyüşdə fərqlənməyə görə. fərqlənməyə görə medal. 3-cü Murad dərəcəli Nağev Arifoğlu. əsas budur, ordendir. 3-cü dərəcəli vətənə xidmətə görə ordeni. Bir də vətən müharibəsi iştirakçısı. Gözəl insan Allah haqqı. Oğulsan Allah haqqı. Allah sənin kimi oğulları, qardaşları var elə. Var ol abi. Mənim üçün fəxr oldu, qürur oldu səndən tanışanlar. Sağ olun. Sağ ol. Neçədir? 20 manat. Ha, uğurlar gedin qardaş. Allah yolunuzu açıq eləsin. Var ol, sağ ol. Biraz bir mənim yuxarı, bir mənim yuxarı. Ketin doğuya.
Sən musiqi məşqlərinə getmisən elə. Neçə il oxumusan buna görə? Davay bir dənə də. Qarabağın oyunlarında İbrahim bir dənə də pilə. sən düşüb oldun. Hangi ben rapiydim. Həqiqətən gözəldir, məlahətli səs var. Nə, şey çalır. Sən... Yol göstərdin oradan. Allah'ına güzel. Hepsi entegrasyon durumu On manata aparırsınız adam birini. Var ha, 2 nəfər var. Bu yolla siz gedərsiniz də, qayıdıb düşüb buna çatarsınız. Hasiyyatı tutdu, xeyri yox. Sən de görüm ciyər axşamına çatacaq oraya. Ay ciyər kəsmir. Sonrası sonra. Nə deyirsin? Niyə o yandan gedərsiniz də gələ? Otur əpən döyək. İbrahimdir da İbrahim. Kimlə maşınla? Salam da, neçə aparırsınız yuxarı? Valla buradan qaytararam, 7 adam götürərəm, 50 manata verir. Ay maşallah. Heç sonunda gedək. Gedək. Yolunuz, işiniz avan olsun. Yavaş yavaş, ehtiyatlı ol, ehtiyatlı ol. Ehtiyatlı ol. Ana bax. Sovetin istehsaldır. Sovetdən qalma, Sovet dayı. Valla özünüzü yormayın, ay millət. Quran'a and olsun, qayıdın, o yolu gedin. Ay kişi özünüzü öldürməyə. Ay kişi, ay qardaşlar. Piyada yolu oradan in. Doğru da. Biz gezmək istəyirik. Gedir aslında. Heç olmaz. Darıxma, darıxma, düzələk. Hə. Hamısı çəksin, Kənd darıxma. cəmaatı bizi, Aha, deyən. kənd cəmaatı bizi ruhdan salmaq istəyir. Nə deyirlər ki? Amma biz Deyirlər ki, çox uzaq yolda, oradan getmə. Amma biz 50 nəfərlik Amma biz qrup əziyyət olaraq, çəkməyi sevirik. 50 nəfərlik qrup olaraq onlara aldanmayacağıq. Aha, Daim irəli, aha. İlhamla irəli, Ay, yox. İbrahimlə irəli. İbrahim, sən gəlmirsən la bu yola, hə? Ağaclar, qəribə ağaclar çıxır ya adamın qabağına. Fikir ver. Fikir ver. Ağac yeyilib amma canlıdır. Ha. Baktı bu. Kardeşimizin telefonu düşdü. Sən satmır. Sən mən daimi mütəmadi gedəcəm. Küçələrə su səpmişəm. Xanxiret. Bax, qızdırmanın dərmanıdır, gəlin. İt burnu. İsmail bundan yığırdı. Ay dağlar səndə, gözüm var. Mixail Şumaxer. Sadəcə manatdan Bırak. cəmaatı qapar yine. Söz vermişəm, söz veribsə yalan çıxar. Sən can dön gəl. Gəlirsən? 5 manatdan gedəyin də. Bir 2 kilometr qaldı bir. Bir dənə mihəs. Həmişə istirahətdə. Nə qəşəng çadırınız var. Qalasız gecən. Ah ne, Elmira Rəhimov. Hə? Xoş istirahətlər sizə. Gecə buradasınız da inşallah. Bu da Qaranohur gölü. İnsanlar gəlir qəşəng burada istirahət eləyirlər, gördüyünüz kimi.
Ləzzətli kamp qururlar, qalırlar gecəni. Şərait də var, hər cür şərait var qalmağa. Mənzərənin keyfini çıxarırlar. Bura inşallah mütləq bir də gələcəm. Bir dəfə kamp gətirəcəm, bura kamp qurmaq. Ged o avşıpqaları çiynimizdə daşmışıq. Bura bütün yazıb tökürlər. Qaranlıq, buranı hə? Mən onu görürəm, ağacların hamısının üstü yazıq yüzüqdur. Allah'ın da nə mədəniyyətləri var, nə? Hamısı bax onlar, o ağaçlar xəstələndi, onlar hamısı yıxılacaq. Hamısı. Birazdan qalacaq bura keçər. Üstləri cızalıb deyə, hə? Bəli, göbələk xəstəliyi düşdü deyə hamısı olacaq belə. Niyə o yazıq yüzüq eləyəndə bura kamerazat qoymaq olmaz? Onlar ne olmur ki? Olsun qoy tutulsun da onlar kim yazan bunu. Bəli, yazırlar, bütün məhv eləyirlər. Məhv eləyirlər, təbiətə həqiqətən məhv. Zədə vururlar. Zədə vururlar, o saat göbələk qonur ona, o saat mümkün şəraitdir. Ağacı cızandı. Bəli, bəli. Göbələk qonur, bədbaxt olur. Nazirliyəm, Azərbaycanda bundan gözəl təbiət möcüzəsi görməmişəm. Buna baxın bir dənə. Tam olarak Qaranohur gölünün orta. Ha? Ara. Mən maşın gözləyirəm, maşınla gələcəm. Siz ora çatana mən gələcəm. Sən kimsən? Hansı bələdçi? İbrahim sənsən? Siz ora gelib çatana görəcəksiniz mən oradayam. Görmürsən, gəl. Üzə gəlirəm. İbrahim üzə gələcəm. Qaranohuru buradan görən olmuşdu. Biraz dala get. Dava əlindən hərəkət elətdir. Üzə bilirsən də yəqin. Hepsi qorxusu yox. Hə? Hə? Ehtiyat olacaq. Qəşəng. O tərəfədir. Sən belə get. Bir əli ilə belə elə, sonra ikisindən bir key hərəkət elətdir. Babat gedirəm, hə? Hələ bir stepana getmək atır. Nə var? Doğru değil. Bak. Bak öyle bir karusel değil. Allah. Samet bırakıp tutarmış. Bırak. Samet abi bırakıp tutarım. Allah'ım. Buna bak. Hop. Hop. Vah. Sana vardı. Allah akbar. Bunu necə bırakırlar? Bunu necə istehsal edirlər? Kim necə böyləyə düşdü? Kaldırın. Şeydi. Benim masaj ramı. Allah'a. Qarabağ. Kür qırağına qədər görünür. Burada o Aksu da Aksu. Aksu. O bir tərəfdə Kürdəmir. O birisi deyil Kürdəmir. Gözəl, əsl panoramadır. Buradan 3 rayon görsənir. Lazımdır çatımdan sərhəddən. 3 rayon görsənir. Aksu, İsmayıllı, Kürdəmir. Nağdır. Nağdır. Göyçayda görünür. Göyçay görünür da. Aha. Buradan yuxarıdan görünür. Yola bax. O ki, padyona çıxdığı Nə bax bu yola bax. Oradan görünür Göyçay.